uçursan. Az yo, evi düzəldirəm. Yox, evləri şey eləyirəm. 6-cı gündə də ayrıyam. Mən elə bir sevdi iş görmürəm. Anam da danışır da. 6-cı günlər mən evi eşiyi yığışdırıram. Mən kim eləsin? Anam eləyir, mənim anamın əli işləyir. Anamın əli zadı işləyir ki mən. Heç nə, evləri siləcəm, qabları yuyum, evləri silim, süpürüm, qazı silim, biraz kuxnaya əl gəzdirim, bütün. Siz nə inirsiniz? Gedəcəm, Salariyə gedəcəm. Salariyə getməliyim. 28-ə gedəcəm, biraz gəzəcəm. Biraz takılacağım. Uşaqlarım, oğlum atası gildədir. Təkəm. Evdə heç kim yoxdur. Qızım nənə ilə qalır. Günorta bəlkə qızımı apardım, buraya əyləncə mərkəzinə apararam. Nə bilim. Ya sabah apararam, bilmirəm ki. Görək də indi nə varırıq. Siz nə inirsiniz? Pəncərəni, mən pəncərə silmirəm, ürəyim. Mən pəncərə, mənim davleynim var. Yəni, mən pəncərələri silmirəm. Yalandan nə deyim, mən pəncərələri silmirəm, ürəyim. Mənim gözlərim zəifdir, özdə davleynim var. Aşağıdan yuxarı baxanda ürəyim əsir. Yəni, canımdan ötə deyil də. Bu dəqiqədə hələ bilinmir hava nətər olacaq. Mən durum pəncərə ilə oynayası deyiləm. Yəni. İş görün özü üçün, mən də iş görürəm. Pəncərələri yalan deyirəm. Mən pəncərələri silməmişəm. Mən ərə gedəndən pəncərələri silməmişəm. Bir dəfə pəncərə silmək istədim. Onda da güclə bəlahına az qala yıxılım da, yəni. Niyə? Betər olsunlar. Gözlərim görmür, ona görə. Gözlərim görmür. Yox, çox pis vəziyyətə düşürəm, ona görə. Mamam yox, bazara gediblər, bazarlıq eləməyim, mən də evləri yığışdırıram. Mamanın zəhləsi gedir. Mən bazarlıq eləyəndə, mən biraz çox artıq alıram, hər şeyin artığını alıram, 2 alıram. Ona görə o zəhləsi gedir. Mən bazarlıq eləyəndə anamın zəhləsi gedir, əsəbləşir. Oğlanı bloka altında ayağımı. Attım. Salariyə gedəcəm 28 yan binada heç bax nə lazım olsa da çıxılır. Sənə qurban olaram mən. Çox sağ ol. Başıma dönərəm. Az bu qədə yenə gəldim.
Ay xanım, düşünmüyor musun? Şu evlərə təmizliyə gedən, bu uzun bol olsun abla. Get, halal olsun sənə, öpürəm sən zəhmətkeş əllərindən. Halal olsun sənə. Yaxşı eləyirsən, ailəvi saxlayırsan da. Bu kürdadı heç kim. Can, başlar dönərək öpürəm səni. Mamadır da. İnşallah ben gözlerim görmür. Mənim 80-90% görməm yoxdur. Mənə əməliyyat olmaz. Yoxsa mən gic deyiləm ki, açıq ilə qadıyım. Gözlerim görmür axı. Mən neyim? Mən sizin kimi gözlerim görmür. Büyük anamda da neyini o xəsət oldu. Ben gözümü açandan mənim anam elə olub. Neyini? Durum anama şikayət edeyim, ayıp. Neyini? Hamı bilir ki mənim anamın xəsiyyəti oldu. Anam 2 gündür bir şey var, ona da danıb. Bizim bir qonşumuz var, o öz qızına pulla baxır da, uşaqlarına. Filan kəs nəvələrinə bir dənə nəvəsinə 600 manata baxır. 2 uşaq 1200 manat. Deyirəm, Ayman, qurban olum sənə. O filan kəs uşağını oxutdurub. O filan kəs ən bahalı klinikada işləyir. Ayda 5000-6000 maaş alır. Mən hardan alım? Təsə söz, mən bir o mənada deyir, demirəm ki. Az nə mənada deyirsən, da mənə. Nə məna? O nə mənası var ki? O nə mənada deyir? Sən al, o nə mənası var ki? Ulan kəs deyir, bir dənə uşağa deyir, 600 manat. Az mən hardan tapım o pulu? 1200 manat mən hardan tapım? Nə varım mən? Bilir mənə. Mən deyir, o mənada deyir, demirəm ki, deyir, sən pul tapasan. Bu nə mənada deyirsən? O mənası var, məsələn, mənası. Xanım, bir söz onu da yazma da. Hə, nəvələrinə baxır arvad. Arvad 1200 manat pul verir ona. Bir olsa sən gedib yankaya verəcəksən, elə bir pul. Ay xanım, gülü, atım səni bloka, eləmə də. Alıp getirir seni okulun başına. Gözü sen atın bloka. Sen bu kadar millet var deyirəm bəsdir də. Açdım. Sayfama uşaqlar takip atın yukarıdan. Bu sayfama takip atın uşaqlar. Çok sağ olun. Bu sayfadayım da burası takip atın. Qabları yuyaq. Qazı silək. Ondan sonra gedir Salariya 28'de. Kim istəyir gəlsin. Mənim gözlərim görmür xanım. Bir suallar təşkil edir. 30 dəfə dedi, 30 dəfə dedi. Bezgin edir.
Nasıl gələcək? Həri dostu gələcəyəm. Birinci suza keçəcəyəm sonra. 28'də kızlar saları. Çok güzeldi da yani. Ben de gideceğim indi. Kızlar çok qəşəngdir də. Kızlar Salari'ye gedəndə özünüz gül kremi de alabilirsiniz özünüz için. Orada biraz bahadır. Kızlar bir güzel olursa. Bir güzel olursa qəşəng. Az gedin də az həyatı yaşayın, həyatı yaşayın. Buradan olsun. Özünüzü, həyatınızı yaşayın az. Yazıqsınız, kukla kimi qızlarsınız. Gedin, bugün 6-cı gündür, mən də gedəcəm. 28'də yerləşir. Səhifəmdə 6-cı videoya baxın. Əsas səhifəmdə. 6-cı riyada baxın. Raklara olar, sənə qurban olaram. Kişilər də gedə bilərdi. Az kişilərə görə depresiya niyə yaşayır? Kişi səni alladır, onunla danışır. Onu alladır, bununla danışır. Hə, parmağına sarıyıb sizi. Hamı bir-birinə xəyanət eləyir, ay bacı. Allah'a and olsun. Hamısı bir-birinə xəyanət eləyir. Hamısı. Sonra da deyirlər ki, mən təsadüf oldu. Sən başqa cür başa düşdün. Köhnə sevgililərinə yazırlar, ay bacı. Köhnə sevgililərinlə mızıqlaşırlar. Sonra da deyirlər ki, mən istəmədim ki, o mənə yazdı. Ay bacı, bəsdir, yaxşı. Mən istəməsəm, heç bir oğlan mənə sivəzə çıxa bilməz. Heç biri. Deməli, mən o şəraiti yaradıram. Yalandır qızlar, heç kimi inanmayın. Hələ o içki içəndə köhnə sevgililəri yadlarına düşürək. Hələ o içki içəndə köhnə xatirələr yadına düşürək. Deməli, sən onun yanında heç kimsən. Hayır, başda sənə deyə bilmirik, içki. İçkili köhnə sevgililəri hamısının yanına düşür. Mənim sevgilim yox. Mənim sevgilim nə gəzirər? Sevgili tapan kimi deyəcəyəm sizə. Sevgili tapan kimi hamiyə deyəcəyəm ki, bax, mənim aşkım var. Bir tane. Yoxdur mənim sevgilim canım. Yazıqlar. Sevgilim nə gəzirər? Sevgidən məhrum adamam. Oy mamaçka. İnanmıram, valla mənim sevgilim yox. Yoxdur mənim sevgilim. Olsa mən onu deyərəm sizə. Fikir vermişsiniz statuslarıma. Az ərini inirəm, az mən ərini inirəm. Mən aşk yaşayan qadınım. Mən aşk qadınıyam. Ailə mənlik deyil. Mən ailənin başını mənim yoldaşım məni incizəndən sonra bıraxdı. Başa düşdüm ki, yəni mənlik deyil. O məni incizəndən sonra mən aşkın başını bıraxmışam. İnsanın öz ailəsi də onu saymırsa, sən bir qadın olaraq, o sənə, sən görür ki, sən bütün həyatını ona həsr eləmirsən də, o sənə hörmət eləmirsən. Mən sevəndə güclü sevirəm, əlbəttə. Mən sevəndə onun oturduğu obyektə elə giriş eləyirəm ki, belə otururlar, belə baxırlar ki, necə oldu bu? Yəni, mən sevəndə dəqiqini sevirəm. Prosta mənlə tarazlı insan mənim qabağıma çıxmır. O ürəyin yiyəsi yoxdur. Özüm kimi ürəkli qız yoxdur. Yəni də ürəkli oğlan da çıxsın qabağıma, yoxdur, elə bir şey yoxdur.
Onlar mənə kimi ürəkli ola bilməz axı. Sevməyə ürək lazımdır. Elə bir adam da yoxdur. Olan kimi sizdən paylaşırım, edəcəyim. Birinci video paylaşmışam qızlar. O uşaqların adı bilmirəm də nədir. Hamınızdan xahiş edirəm. Hərəniz bir dənə ürək qoyun da, bir də komment qoyun, bir də ürək qoyun. Həmən o uşaqların adı nə gedir bilmirəm də, yəni Allah onlara şəfalarını versin. Onlar çox baldılar və ağıllıdırlar. Birinci videomda paylaşmışam. Zəhmət olmasa o videonu keşfətə salaq. Mənim o videodan asacağım yox deyib. Prosta o uşaqlar məni çox istəyir. Məni izləyirlər onlar. İstəyirəm ki, onlar keşfətə düşsün. Çox qəşəng uşaqlardır. Down. Çok qəşəng uşaqlardır. Onlar nə istəyir? Mən Ləmanın ağlamağını gördüm. Ləman çox, nə bilməyim. Ləmana mən söz tapa bilmirəm. Ləman mənə bir dəfə zəng eləmişdi. Yəni, mən yaxşı vəziyyətdə deyildim. Mən Ləmana bir kəlmə dedim. Bir kəlmə sözü var idi, onu dedim o Ləmana. Ləman ağıllanmır. Ləman bizim nə vaxt ağıllanacaq? İnsan burada bizim nə vaxt ağıllanır? Gözlüyümdən varmışlar. İnsan burada böyük problem yaşayanda ağıllanır. Ləman hələ ağıllanmır. Ləman darıxır. Bilmirəm nə qayırır. Bilmirəm, bircə Ləmanın bir sevgilisi olsaydı, başı qarışsaydı, bu sosial şəbəkədəki insanlarla uzaqlaşardı. Yoxsa Ləman düzəlmir də, bacına qaraq. Neyin? Deyirsən, ailəmuş, heç kimlə dostluq eləmə. Sosial şəbəkədə, TikTok platformasında dost deyilən bir şey yoxdur. Dost deyilən bir şey yoxdur. Dost yoxdur. Dost yoxdur. O başa düşmür ki dost yoxdur. O aşıbqa bıraxdı o. Aşıbqa bıraxdı o. Xeyr. Olmaz. Dostluq eləmək olmaz. Mən pek eləyə bilmirəm. Az məndən söz ehtiyatı olan çox adam var burada. Bir də parmağınızı qoyun deyin ki, Zuzudan çox söz ehtiyatı olan ikinci bir qız var burada. Hamısı mənim kseriklarımdır. Kim var ki burada? Oğlanlardan sevkadı, qızlardan da mən. Ki bu vaxta qədər PK-larda kim üzünüzü güldürüb ki? Belə eləməklə yox, söz ehtiyatı ilə. Dedə mənə. Denən görüm kim var burada? Sosial şəbəkədə Semka ilə mənim kimi kim yayın apara bilir? Heç kim. Söz ehtiyatı, bu danışıq. Bu danışıq var, bu cümlələr. Heç biri. Gör, mən PK eləyirəm. O qarğış eləyir bütün günü, onun başını bırak. Ələkbər Yasamallıya söz çatdırmaq mümkün deyil. O söz ehtiyatı buradakilardan da çoxdur. Hamısından çoxdur. O çünki meyxanaçıdır.
Ələkbər doğulanda biz pampers taxmırdıq. Əski ilə üstündən tursik giyinirdik. Balaca uşaq idik. O yana bu yana qaçırdıq. Sən Ələkbər Yasamallı şey deyil, sosial şəbəkəsi deyil də, yəni burada olan adam deyil. Mən gör PK eləyirəm. Az eləməyin də. Neyinirsiniz? Niyə PK eləyirsiniz ki, ağızlarına gələni sizə deyirlər ki, Ləman bura. Gördün Ləman o danışıqlarına görə nə problem yaşadı. Deməli Ləman insanların üzünü güldürüb. Amma elə sözlər danışıb ki, özünə problem oldu. Gördünüz ki, nə problem yaşadı. Əvvəl mən PK kimdən eləmişəm, kim mənə problem yaradım? Məhəbbət olub, sevgi olub. Hansı mənlə gedib ərzə yazıb? WhatsApp-a bax. Yuxarıdan yaz oxuyuram, aşkım. Gördünüz, Ləman yazıq danışdı, elədi. Nə bilim, baldızından, obursundan, borusundan problem yaşadı da yazıq. Geri danışmayardı. Onun ürəyi o qədər təmizdir ki, Ləman ürəyi çox təmizdir. Bunu deyim sizə. Çünki Ləman mənə bir dəfə zəng elədi. Mənim bir problemim var idi. Ləman mənə zəng elədi. Ləman mənə zəng elədi. Mən başa düşdüm ki, o yaxşı qızdır. O mənə zəng elədi. Mən onu unutmaram. Dünənləri də o ağladı, mənim vaxtım olmadı, küçələrdəydim. Zəng eləyəcəkdim ona ki, ay Ləman, heç kimlə burada danışma. Heç kimlə burada ünsiyyət yaratma, Ləman. Otur, özün üçün. Sən yayıncısan, geçən yayını apar, maşallah modelliyi eləyirsən, sonra pulbu qazan. Nə bileyim, o günlər Ləman ağlayırdı. Mən kartlarda elə gördüm. Dedim, ailə, istədim yığım, vaxtım olmadı. Bugün yığıcıyam, o diyeceğim, ay Ləman. Yox, Ləman iriyi kövreydi və əlinin duzu yoxdur. Ona görə Ləmuşqam lazım deyil. PK eləmə də, yəni xaricilərlə elə də, türkülərlə elə, başqa insanlarla elə canım. Məni gördün ki, Ləman. Gördün ki, özün mənə zəng eləmişdin. Gördün, dərdləşdik. Allah sənin bir balovu gözlə min çıraq eləsin. Yamışqa. Lazım deyil, aşkım. Sən gördün ki, mən bayram günü. Buna görə canım mənim. Az Ləman az Ləman xaindir, Allah. Az Ləmanda xainliyi var, xəstə sənsən. Az yoxdur. Az Ləmandan sizə pislik gəlməz. Yox. Ləmanda dedi budur. Ləmandan adama pislik gələr, siz insanları tanımırsınız. Ləman nə var dilimdə var, Ləmandan sizə heç kimə pislik gəlməz Ləmandan, heç kimə. Ləmandan sizə, bunu mən sizə deyirəm, heç kimə pislik gəlməz. İstəyir Ləmandan xoşunuz gəlsin, gəlməsin. Mən Ləmanla heç bir bitkə çörək kəsməmişəm. Vallahi heç Ləmanla üz-üzə oturmamışam ha. Ondan sizə heç bir pislik gəlməz. Heç bir pislik gəlməz. O heç kimlə, nə bilməyim. Ləman başqa cür qızdır, siz onu başqa cür tanıyırsınız. Mənim o qızla nə PK eləyənəm, nə bir yerdə oturanıq, nə bir şey. Ümumiyyətcə biz 6 ildir mən buradayam, 6 ildir Ləmanla mən bir stəkan çay içməmişəm. Prosta Ləmana mən yəni bugün zəng vuracam, deyəcəm ki, məsəl üçün dost kimi o da mənə zəng eləmişdi. Uzaq, hamından uzaq. Öpürəm səni, aşkım. Ləman bəxtsiz adamdır. Bir qadın ki, uşağı üçün əlləşir, vuruşur, çörək qazanırsa, o bəxtsiz insandır. Ona nə işinizdir? Sizin də evinizdə qız uşaqlarınız var, olmaz. Rişxənd eləməyin. Olmaz, günahdır. Olmaz, yəni. Bu da
balası üçün əlləşir, vuruşur ki, nəsə eləsin, nəsə eləmək istəyir. Ləman gör bir dəfə kart qoyub, mən ona görə çox istəyirəm. Ləman kart qoyub, gör. Ləmanın deyir, nə bilim, evləri, maşınları, qızılları. Ay balam, sizi kart qoyub Ləman bura, yox. Ləman bura kart qoymuyor. Ad günündə kart qoymuşdu, yalan demə. Nə var? Külməyin başına bilmirəm. Valla Vəlizarla mən o münasibətini bilmirəm, mən fikir bildirə bilmirəm. Yalan deyərəm. Vəlizarla onun münasibətini mən bilmirəm. Ona görə yalan deyərəm, yəni nə Vəlizarın haqqına girə bilərəm, nə onu. Prosta ümumiyyətcə mən deyirəm ki, Ləmanda o bəxt deyilən bir şey yoxdur. Mən məsləhət vermək istəyirəm ki, Ləman burada hamından uzaq gəlsin. Mən demirəm, Vəlizar, Sevər, obursu, mənim neyimə lazımdır. Prosta lazım deyil də, burada yəni lazım deyil. Yox, mən Ləmanı görməmişəm, kart qoyam. Yalan deyə bilmərəm. Nə qədər pul yox olsun, mən nə bilim. Mən başlar xərab olub verir. Mən nə bilim Ləmanı. Mən bilmirəm. Vallahi mən bilmirəm. Mən prosta demək istəyirəm ki, sosial şəbəkədə heç kimdən dostluq eləməyin. Əsəblərinizi istəyirsiniz yerində olsun, sosial şəbəkədə heç kimdən dostluq eləməyin. Qurtarım getdi. Burada heç kimdən dostluq eləmək lazım deyil də. Yəni, dostluq eləsəm mən eləyərəm. Deməli, mən eləmirəmsə, hamından uzaqlaşmışamsa, deməli, lazım deyil. Prim üçün eləyirlər. Nə bilim, ay bacım, mən heç kimdən nə prim eləyirəm, nə bir şey. Nəyimə lazımdılar. Vallahi istəmirəm heç kimdən. Hamından uzaqlaşmışam, inanırsınız. Hamından ehtiyat eləyirəm. Mənim nömrəmə bilirsən nə qədər adam zəng eləyir, məndən söz alır. Mənim səsimi yazır. Hiç bilirsiniz? Bilmirsiniz. Nə qədər adamlar var ki, mənə zəng eləyirlər, filan kəslərin adını çəkirlər ki, mənə problem yaratsınlar. Onu bilirsiniz siz. Yo, hiç kimə mən cavab vermirəm ki. Sual verirlər mənə. Filan kəs, filan. Deyirəm, mən bilmirəm, xahiş edirəm. Sözüm var. Mən neçə dənə qadınlar var ki, burada hamınız onu tanıyırsınız. Canını açmır, mənə zəng eləyir. Filan şey filandır. Demişəm, eşitirsən məni? Neynəmək istəyirsən? Elə baba elə. Demişəm, neynəmək istəyirsən ki sən? Zuzu. Demişəm, sən mənə problem yaratmaq istəyirsən. Sən mənim səsimi yazırsan. Mən uşağam. Səbəb nədir? Səbəb bilsən nədir? Mənim bir qızım var, bir oğlum. Və mənim heç kimim yoxdur. Səbəb budur. Mən əziyyətlə pul qazanım. Bir duxu satıram, onun üstünə 10 manat qoyuram. Mənim artıq pulum yoxdur. Belə yaxşıdır, abla. Ən gözəli. Elə rahatam, heç kimdən pek eləmirəm. Bu səhifəmə takip atın, uşaqlar. Bu səhifəmə takip atın.
Yuxarıdan mənim adımın yanından mənə takib atın, zəhmət olmasın. Mənim başıma çox oyunlar gətirdi. Çox. Burada apaqsa insanlığı çox. Futbolkamı çoxdan almışım. Ona görə hamından uzağım. Ona görə heç kimlə PK eləmirəm. Lazım değil. Neyime lazımdı? Problemim olmadı. Öz həyatımı qəşəng yaşayıram. Yaxşıyam, siz necəsiz? Evdə açıq taxırlar, mənim gözlərim görmür. Mamam yaxşıdır, mamam bazardadır. Çox sağ ol. Unutulacak, dolup boşalmasın. Ne iş görsün? Qabları yuram, qazı siləcəm, evləri silib yığışdıracam. Sonra anam yemək zat pişirər yəqin ki. Nə bilim belə. Yeməyi mən pişirmirəm də, mamam pişirir. Mamam deyir ki, sən bunu da pişir. Mamam deyir ki, yemək pişirəbilir, mənim mamam qoyub baxın. Açkiləri hardan düzəltdirirsin. Düzəltdirib göndərirəm. Səlariyə geyəcəm, sonra sənin maman eynəm mənim anam kimi. Az daha öldürüb məni. Mənim anam xasiyyətdə olan qızlar məni başa düşür ki, mən nə zulüm çəkir. Çoxunuz məni başa düşmürsünüz. Evi değişmişəm ben. Öz evində, tökülüb. Atam öləndə qoymuş. Atam dedi ki, öbürsü dünyada. Yuxuma girdi, dedi kızım sənin üçün 100 kvadrat ev qoymuşam. Get köç otur. Dedim yaxşı babacığım. Yaxşı canım atam.
İnşallah yaxşı olacaq, əlbəttə. Elə yaxşı olacaq ki, hər şey necə lazımdır. Uşaqlar, o birisi atası gildə qalır. O atasını istəyir də, yəni. Orada qalır, çünki onlar da ata gəzdirir onu. Mən küçələrə düşüm, hara aparım onu gəzməyə. Mənki əyləncə mərkəzləridir. Yayda baseynidir, belə. Qablar çoxdur axı, neçə gündür yumuram. Mən evdə olmuram, mamanın da əli o vaxtı sındı deyənə. Arada əli ağrıyır, eləyir, o yuva bilmir. Yıxılmışdı da, evdən köçəndə mamam tumbanın üstünə çıxmışdı. Oranı şey eləyirdi, hamamı yuyurdu. Dedim mama gəlim yuyum, dedi yox sən poxlusan. Dedim gəl adam çağıtdıraq yuyaq, dedi yox. Gitsən, nə bilim nə. Çıxdı özü, əli zadı sındı elədi. Mənim mamam ağır şəkər xəstəsidir, o manicə almır. Neçə ildir boşanmışsan? 5. Hə, o xasiyyəti odur. O hər adamın əlindən yemək yeməz. Yox. Mənim anam hər adamın əlindən yemək zad yeməz. Mənim ümumiyyətlə əlimdən yiyib, səhləsi gedirmədim. Mənim anamın ürəklə qarğış elədiyi adamam mən. Məni ürəklə elə qarğış edir. Allah. Mənə çox istəyir. Mənə rəhmətli xalam qədər çox istəyir bilməz. Mənim anam, mənim xalam qədər məni istəməyib. Az yox, heç mənim xalam mənə qarğış eləmir baxın. Amma anam eləyir. Adam heç vaxt balasını qarğış eləməz. Deyə bilərsən, Allah məni öldürsün. Nə bilim. Gələk səni doğmazdı. Amma mənim anam çox həddini aşır da, yəni. Çox həddindən artıq qarğış eləyir məni. Olmaz. O qarğışlar da mənim həyatımda pis təsir eləyir. Mən deyirəm ki, səni gələk doğmayardım. Bibisi sifət. Mən uşaqlarıma demirəm axı, avariyaya düşün, meydivüz gəlsin, xəstə düşəsiz, Allah eləmə, mən o sözləri işlətmirəm axı. Onlar banitsada xəstə olanda mən 20 yanvarda banitsa var. Mən orada hava gəlir mənim başıma. Orada həkimlər bilir də məni. Mənim uşağıma iynə vururlar, mən koridorda əsnəm. Adam balasına qarğış eləməz, bilməz. Yaxşı şey deyil. Qarğış eləmək yaxşı şey deyil.
Mən onu dəfələrlə onu demişəm ki, eləyirəm. Amma xeyri yoxdur, eləyir. Atası mənim evimdə nə işi var? Atası yox. Mənim evimə gəlir. İncimirsən biz. İncimiş bilmirəm. Həyatdır. Küsəndə xalamın qəbrinin üstünə geyinəm. Orada sakitləşirəm. Həyatı yorağa durur. Anam əziyyət çəkmişdir. Mənim anamın 53 yaşı var, qulağının estirqası yox. Ay Səbriş, nətərsən ürəyim? Nara xanım, birincisi, uşaqları mən heç kimin üstünə atmıram. Qızımı səhər 7-də dərs aparıram, 11-də gətirirəm. Oturun, baxın ki, uşağı necə atırlar, gəl başlayamsın. 7-də uşağı dərs aparıram, 11-də gətirirəm. Qalxıram evə, oğlum dərsə gedir, onu aparıram. Qız ingilis dilinə gedir, onu aparıram. Tezdən məktəbdən gətirirəm. Gəlirəm, biraz evi silirəm, süpürürəm. 3 dənə qabı yudum, püsü. Başa düşürsən, mənim anam bu paltaryon var ha, buna əl vuranda qışqırır. Başlayır qışqırmağa. Mən bir dənə əlimi atıram soğana, başlayır qışqırmağa. Mənim anam şəkər xəstəsidir. Dərman qəbul eləmir. Komportları içir, çəkir başına, şəkəri 450-dir. Rəngi sapsarıdır. Müalicə almır. Mən bu paltaryona xod versəm, bu ev aləm deyəcək bir-birinə. Mən bir dənə soğan soyub, yemək pişirsəm, uşaqlara o qədər deyəcək, poxludur, poxludur, uşaqlar yemək yeməyəcək. Mən başqa neyiniyim xanım? Uşağı atıb getmək nə edirsən? Məsəl üçün, mənim 90% padruqalarım, 90%. Az yaşlı uşaqlarını evdə qoyurlar, səhər 5-də gəlirlər evə. Uşaqlarından xəbərləri yoxdur. Uşaq necə yeyir, harada yeyir, necə çimir, nə yeyir, dərsləri nə vəziyyətdədir. Bir də evə bazarlıq eləyirlər, xaldelik doldurdular, yatırlar gün ortaya qədər. Axşam saat 10-da getdilər. Uşaq qazı silir, yemək pişirir, biri paltar yuyur, biri paltar... Mən neyinirəm ki, mən hara gedirəm? Həyatımdakı oğlanla gedirəm Qubada, dincəlirəm, Qusarda dincəlirəm. Oğlan mənə ev tutub gedib orada qalıram. Uşaq atmaq başqa bir şeydir. Bəlkə yanka tutmuşam günü 10 manata, o orada qalır uşaq, mən burada sevgilimdən qalıram bəlkə. Uşaq atmaq başqa bir şeydir. Mən uşaqlarıma canımı verən insanım. Məni yəni heç kim deyə bilməz ki, mən uşağımı atmışam. Uşaq atmaq başqa bir şey. Mənim uşağım özü çimir, özü yemək yeyir. Bəzilərimizin uşağı var, 8 yaşı var, ağzına yeməyi siz qoyursunuz. Mənim uşağım özü çimir. Qızımın bura qədər saçları var. Özü saçını yuyur, gündəliyini yazır. Bəs necə olmalıdır uşaq? Mən bir məhdud yararlı uşaq dünyaya gətirməmişəm ki, o uşağın dalıyca düşün.
Uşağın 5 yaşına qədər dalıca düşərlər. 5. Məktəbə qədərə getdi, bitdi, qutardı. Uşaq özü qabağına yeməyi yeməlidir. Sən başını qoydun, öldün. Sənin uşağına nənə baxmayacaq. Canım oğlum, pıçı. Get səni çimizdirim, deyəcək, yetim qalasan. Küs sənin ananın başına. Belə eləyəcək, sən uşağını çimizdirəcək. Əgər sənin uşağının görmə problemi var, qulağında problem var, əlində, ayağında problem varsa, bəli, sən o uşağa 5 yaşına qədər, 5 yaşından ölənə qədər baxmalısan. Amma mən düzgün baxmıram, 5 yaşına qədər uşağımız özü yemək yeməlidir, başlamalıdır yemək yeməyə. Uşağımızın bir problemi varsa, Allah şəfa versin, gedin müalicə edin də. O mənim rahatçılığım deyil ki, uşaq qabağına özü çörək yiyirsə, o onun addımıdır. Mənim 21 yaşım var idi, mən 2 dənə kartoşkanı qızarda bilmirdim. Bu mənim bədbəxtçiliyim idi. Çünki mənim öyrədənim olmayıb. Mənim 2 dənə uşaq doğdum, mən onda yemək pişirməyi öyrənmişəm. Mən paltar ütüləməyi bilmirdim, 21 yaşım var idi mənim. Elə bilirsən, belə olmaq yaxşıdır. Səncə belə yaxşıdır, yoxsa 7 yaşında qızı salıb hamama çimizdirmək yaxşıdır? 16-15 yaşına qədər mənim anam mənə çimizdirib. Yəni, normal bir şeydir bu. Normal bir şey deyil axı. Mən normal baxmıram. Siz normal baxırsınızsa, ola bilsin, nə bilin, siz elə böyümüsünüz, sizin xoşunuz gəlir ki, yəni uşaqlara belə baxırsınız, 7 yaşına qədər çimizdirəsiniz, eləyəsiniz, yəni siz elə baxırsınızsa, lap yaxşı, yəni sizin ailəvizin düşüncəsi fərqlidir, məndə fərqlidir. Məndə 5 yaşına qədərdir hər şey. Yemək də, mənim oğlum 4 yaşından özü yemək yiyir. Özü yeməlidir də, kim yedizdirməlidir ki onu? Çox naxaq yerə, xanım. Çox naxaq yerə sən o uşağı çimizdirirsən. Çox naxaq yerə. Sən başını qoydun, Allah sənə can sağlığı versin, bol ruzu versin. Sənin uşağın başını yuva bilməyəcək. Sənin uşağın qapazaltı ola, qapazaltı çinməyi öyrənəcək. Necə mən 21 yaşında təhnə yiyə yemək pişirməyi öyrəndim, ha? Eyni sənin uşağın mənim kim olacaq? Niyə? Sənin uşağın nə problemi var ki, sən onu çimizdirirsən? Özü başını yusun da. Yazıq deyilsən, yəni. Uşaq da yazıq deyil, sən uşağı pis vəziyyətə salırsan. Sən düzgün tərbiyə vermirsən o uşağı. Düzgün eləmirsən. Düzgün bir şey deyil. Sən elədiyin düzgün bir şey deyil. Fədakarsan, gözəl anasan, yaxşı anasan, uşağını çox sevirsən, əlbəttə uşağını sevməlisən. Mən sən uşağını sevməli deyiləm ki. Sən doğmusan, sən də sevməlisən. Yo, icazə vermədən. Qapının ağzında dayan, 15 dəqiqə ona möhlət ver, 15 dəqiqə. Mən onlara elə öyrənmişəm, 15 dəqiqə. Görün, çimin, davay çıxın, tez. Öyrədin, uşaqlarımızı öyrədin. Oğlanlarımız dərs oxumursa tinlərdə bəssiz, sülək süləndilər əllərində sigaretlə. Uçdu sigareti 20 qəpi yığa sigaret çəkə-çəkə. Bu yaşayışdır. Bu yaşayışdır. Bilmək olmaz, mənim də balalarım nə olacaq. Amma mən balalarımın çertiyorunu beynimdə çizmişəm. Mən elə anayam. Mən uşaqlarımın çertiyorunu başımda çizmişəm. Mən Raulu 9-cu sinifə qədər gözləyirəm. 9-cu sinifdən sonra ona bir dənə maşın düzəldən yer açacağım. 2 dənə obyekt düzəldəcəm onun üçün. Biri yağ dəyişmə, biri nə bilim qurşetil, nə bilim motor, karokka, bunlar üçün. O günləri mən bu boydana şeyə 60 manat pul verdim, 40 manatda dəyişməyinə. Oğlan 1 saata 40 manat pul qazandı. Səsimdə problem var. Deyən, girim çıxım deyən. Düzəldi.
Peşə bir şeydir. Bəli. Onu da anası məndən reklamını da bıraxacağım iş yedi. Mən oğlumu 9-cu sinifə qədər gözləyirəm, Rəd. Oxuyacaq. Mən ona 9-cu sinifə qədər baxıram. Vəziyyətinə baxıram mən Raulun. Raula mən baxıram. Raulu bu il məktəbə hazırlığa başlayacaq yenə. Məktəbə hazırlıq yenə. Məktəbə şeyə gedəcək də, hazırlığa gedəcək yəni. 2-ci sinifdə oxuyur. Mən ona hələ baxıram. Pullarımı atıram şeyə, 50 manatlarımı hazırlıqlara. Hələ baxıram ki, vaxt gələr mən onun qabağına qoyum ki, Raul, mən səni oxutdururdum bala. Hazırlıqlara da qoyurdum səni. O vaxt gələndə əli mazutda olanda deməsin ki, mən gələ oxuyardım, filan yerdə işləyərdim. Dili qısa olsun. 9-cu sinifə qədər. 9-cu sinifdən sonra deyəcəm, mama qurban, səni bax filan məktəbə düzəltirəm. Get orada oxu, imtahanını ver. Mama sənin üçün gözəl şəkildə gözəl bir obyekt açır. Gedirsən, oturursan, atam orada işləyirsən. Bir gözəl bir insan var, ailəsi var, mənim qohumumdur, qohumumun qohumudur. Atası böyük bir vəzifəli bir adamdır, çerez, onlar oğlu şeydə işləyir, maşın düzəldən işləyir. Nömrə bir adamdır. Qoyacam onların yanına, o qədər gözəl sənətkar ustalar var ki, onun yanına nə olsun əli qapqarı olacaq, nə olsun? Zaten mənim oğlumun günə 100 manatı olacaq. Sənin oğlun kresloda otura bilər, bu boyda diplomu ola bilər. Mənim oğlum günə 100 manat qazanacaq, qurban olaram onu. Mənim qızım amma həkim olacaq, mən neynirəm eləyim, mənim qızım həkim olacaq. Mən onu bilirəm ki, o uşaq heç bir peşənin gəlisi olan döyür. Amma Raulun gözəl bir, Raul məşqə də gedəcək, Raulun tələbələri də olacaq. Onun anası mənəm, mən bu həyatda gün görməyən bədbəxt bir adamım, bədbəxt. Arzuları ürəyində qalmış bədbəxt. Mən bütün arzularımı balalarım üçün eləyəcəm. Mən onu özüm üçün heç nə eləyə bilmədim. Özüm ağılsız qadınam, özüm ağılsızam. Özümün bir qram ağlı yoxdur. Ağılsız adamam da, neyniyim? Özüm ağılsızım. Özümki öcə getdi, məndən getdi. Mənimki gedib, qatarım gedib mənim. Hədə mənim qatarım gedib, mən gedib universitet oxuyacağım indi. Neyniyəcəyəm mən? Bədbəxt eləmə. Hə, bədbəxt deməyim. Az iyi. Mənim oğlum qəşəng usta olacaq, qızım da mənim həkim olacaq. Çünki onun nəsli, əqrəbəsi, Allah can sağlığı versin, bir gözəl bir soyad var, onu daşıyırlar. Onları çıxmaq şərti ilə, onların bibiləri zadı məni izləyir, öpürəm sizi. Allah sizə can sağlığı versin. Yoldaşımın mamıçqasının bibiləri məni izləyir, öpürəm sizi. Onların nəsli həkim nəslidir, mənim qızım da həkim olacaq. Onda o potensialdır, onu görürüm. Raul'da görmürəm. Raul anasına oxşayır. Raul oturur fikirləşir ki, bunu neçə yerə satsın, nə qədər pul qazansın. Anası. Eyni anası. Gecə yatır, səhər fikirləşir ki, neyiniyim, divarı qaşıyıb, tozdan gedib, aparıb, satıb pul qazana bilərəm. Anasına oxşayır. Rəhimə odur. Rəhimə ki, Allaha dua eləyir. Allah bizim yolumuzu açsın, mama. İnşallah hər şey yaxşı. Uşağa baxıram, elə bilirəm ki, klinikada işləyəcəm. Uşağın bizə aidiyyatı yoxdur. O uşaq necə gəlib, düşüb, bura bilmirəm. Hələ də tapa bilmirəm. Bannetada deyişiblər, neyniyiblər, uşaq bizə oxşamır. Az Raul yox, Raul yox. Ay mama, girdim bir bazara, ay ma. Mandalinə bax, apisinə bax, eyni anasıdır. Hardan nə gəldi, qırır gətirir evə. Bir şey ki, o günlər Rəhiməni tırkalayıb ki, Rəhimə, sən çıx ağaca, ağacdan bu boyda əyrir limonu dərib gətirib. Çox fərasətlidir, mamasına oxşayır, fərasətlidir. Qız ağıllıdır. Azrail mənə oxşayır.
Ona görə Raula heç nə deyə bilmirəm də, nə deyim Raula? Nə deyim? Raula nə deyim Aydın? Ne diyeyim, anasını oxşayır da. Uşağa deyim ki pissən zat. Ay Allah, əlimə əlcək keçirtmək istəyirəm. Əlcəyim yoxdur. Qazı silsəm əllərim püskünə qalacaq. Bir üzüllü sayın, zəhmət olmasa. Səs əladır. Nə səsdir? Az Raul mənə oxşayır da, aynı özüməm. Az özüməm Raul. Anası kimi. Ay mə deyir. Falan şey falan oldu. Ay mə reklam götürəcəksən, bas en iyi gedək. Deyirəm mama qurbanı, yan da bir. Mama qurbanısın sən. Yarım yaraşığım, özüm oxşayanım. Mama qurban. Ancaq gitsin, içsin, getsin. Ayma deyir, pulun qurtarmayıb, pulun qurtarmayıb. Deyirəm, adı yox, pulun qurtarmayıb. Nifrət edirəm də qaçsınmaya. Əlcəklərim maşında deyə. Əlcəklərim maşında. Şey ama. Ayça. Qazı silirəm. Qazı sileyim. İşlərim var. Evləri silib çıxıb gedirəm.
28'e gedəcəm qızlar. Tuarışım. Ne olup? Ne diyor? Alo, bir alo de. He. Diren görün nedir? Kızım annesiyle de, oğlum atasıyla. Uşaqların əlbəttə uşaqların atası ilə anası var. Atasıdır da. Durdu, hə. Nədir? Axırda elə biləcəklərsən mənim sevgilimsən, sənin zəlil qalasan. Saçımı yığanda iş görə bunu mu? Hello. Az 6-cı günlər iş görürəm də. İşlərimi saxlayıram 6-cı günə. Mən hər gün iş görə bilmirəm. Mənim enerjim tükənir, mən bayra çıxa bilmirəm.
Sənə nə? Sənə nə? Mən nə giyinirəm, nə giyinirəm, sənə nə? Sənə nə aidiyası var? Başışmadım. Sənə nə? Sevgilimsən, ərimsən, qeyrətimsən, namusumsan, kimsən nəsən? Yo, kınaya geçmeyin de. Niyə? Canlıdayım. Biraz bir 15 dakika geçmeyin. Gazın şeylerini silin geçersen. Gazın şeylerini silin. Gel geçme. Git. Xahiş edirəm çıx da. Ne olur? Bence sniper yapsam, sniper olabilmez. Sir pulun olsa, yarışığımla da olsa. Mesela ki oğlanları ümumiyyətlə bir navat eləmirəm. Özünüz ki, mənim görürsünüz küçələrdə, məkanlarda. Yəni görürsünüz ki, mən heç kimi saymıram. Yəni hansı maşından düşün, mən saymıram da yəni. Gəlirsən o qədər belə, sən necə cahil oğlan olasan ki, mən sənə oturum baxam ki, necə maraqlı oğlan. Hər pullu oğlana, hər qaqaş oğlana, hər qırrı qızıllı, 3-4 dənə iPhone işlədən oğlanlara mən hiss eləmirəm. Sınaper deyir, mənə ləzzət eləmirlər, tərbiyəsi danışır. Altın bloka. Saksalam. Öpürüm. Düz deyirsən. Çocuq yox ablam. O düz deyirsən.
sənin əzizlərindir. Seva, eşitirsən məni? Çuşka sənin əzizlərindir, sənsən. Və bir dərə piriyi içib kusursan, dalınca düşən oğlanlar var, hava olardı. Nəsə mənim gözlərimdə problem var. İkincisi də sən oxumaq adı ilə Bakıya gəlib klublarda oturanda mən hər şey görmüşdüm o həyatda. Sən olumlu şokuna hardasa publarda oturub çörək yiyəndə ki, hansısa kişinin yanında oturum, 2 dənə kebab alsın versin mənə. Şəhədə o elə hamı deyir də, TikTokda oturan hamı deyir ki, mən sigaret çəkmirəm, mən içki içmirəm. Kim deyər ki, mən sigaret çəkirəm? Kim deyər ki, kim deyər mən içki içirəm, qəlyan çəkirəm? Heç kim demir. Kimin əlində sigaret tutursan deyə elektronlandı ki, elektronlandı da deyir. Mən burada elə bir qız tanımıram ki, bizimlə saat 11'də bir şeydə oluruq, hepsi ailəli adamlar. Mən elə bir adam tanımıram. Başa yoxdur. Hamı deyir ki, məndən təmizi yoxdur. Hamısı deyir burada ki, məndən təmizi yoxdur. Mən yaxşıyam. Sigaret çəkmirəm ki, elektron çəkirəm. Pivi içmirəm ki, qəlyan çəkirəm. Az kimə nə maraqlıyır, sən nə edirsən? Ona göre hiç kim demir ki ben nəsə bir şey eləyəm bilir. Sən kimi deyirlər ki, sən kimi TikTok'ta deyirlər ki, bizim ərimiz var. Biz ailəli adamlarıq. Biz aile. Aile. Mən rayon millətinə çuşqa dedim. Başı çox rayon. Mən heç rayonlulara nəsə dedim. Yerə soxum səni. Rayonluları məndən çox istəyən ikinci bir sosial şəbəkədə adam yoxdur. Ay bədbəxt. Ay yazıq. Mən bütün bölgələrə videolar çəkəndə 2022-ci ildə heç kim yox idi. Səni başıma. Mən rayonlara, bölgelere videolar çəkəndə heç ki burada video çəkmirdi. Toy sənin o yanındakilardı və doğmalarındı. Başa düşdün? Səni deyəsən öyrədib göndəriblər. Hansısa məndən xoşu gələn oğlanın keçmişi sənsən. Sənin o yanındaki kişi mənim üçün ölürsə, bütün günü mənim direktimə yazırsa, səninlə opşu zallarda oturanda ağzını suyunu axıdır, mənə baxırsa, o mənim problemim deyil. O sənin problemindir ki, Snapchatla şəkil çəkdirib oğlanla tanış olmuşsa, oğlan hələ də səni qəbul edə bilmir. Mən Snapchatın özüyəm, canım, aşkım. Sən bilirsən ki, mən həyatda gözələm. Mən Snapchatın özüyəm. Sən effeksən. Mən neyniyə bilərəm ay bacı? Dünənlərdə bir obyekt var idi, orada oturmuşdum. Oğlan yarlı yaraşıqlı otururdu. Yanında da kukla kimi bir kız var, yığılma kukla. Ben bir dənə zalı keçdim böyle, bir de gördüm. Gədə az qala kızlar tuvaletine girəm. Mən neyniyim? Mən neyniyim, hə? Mən deyirəm. Cəhənnəm olsun, ne olsun? Mən neyim? Nağarım. Nağarım. Все. Yana bu kaldı. Bir tane bu kaldı kızlar. Bir tane yana olan da silip eşe.
ancaq. İş görürəm, az köçmürəm. Yerdəki zibilləri yığıcıyam. Süpürürəm, deyil, silirəm. Yerdəki zibildir. Bizim zibilliğimiz deyil, o biri tərəfdə. Bizim zibilliğimiz dünyanın aklında da böyle. Çok değil, qablar çok var. Balkon yoktur. Balkon var, milçək yığılır axı, vır vır. Şimdi düşəndə atacağım da, dünəndən yığılır. Dünən yoxsa gündən yığılır. Formada iş görürlər. Kombinasiya giyinməliyə. Yaxşı məktəb. Oxuyan uşaq üçün hər yerdə yaxşı məktəb var. Oxumayan uşaq onsuz oxumur. Kusmaya bir daha girmiyor, zibirler var. Temizleyeyim. Ha. O Şetkan'ın nenemin elinden götürmez. Olur. Ben de görmüşüm. Ne? Ne? Özü için ağlı. O düğünürəm sənə çip-çipi. Kraksım var da yiyeceğim indi.
Neyim var? Kraksın. Bir tane çanikin gel altın yandırdan o var ay Rəhimə. Bir sakan mamaya çay ver. Ben. Ne yapalım? Gel, sevgilimi kaçalım. Neyim var? Ne ola bir de mənə çay verin də. Mama qurban. Bir dənə bu tərəfə keçməyin də. Mənim otağımın qapısına keçmə. Yoruldum az. Mənim otağıma heç kim keçməsin. Hə. Nəyə baxın? Yox, orada deyil, görmürsən ki, sən görmürsən. Mənə bir dənə çay verir. Mövcud ay yoruldu. Bir de ben stekanımı götüreceğim. Stekanımı götürsün, süssün değil mi? Otağında bir stekan götür. Kum var üstünde götür. O. Git hadi. Onun evinde ne? Ha bir stekan bana çay verin ne var? Ulan Safetka yoktu o evde. He? Ben niye demirsiniz al? Aynen gözde bir kandım olsun. Niye? Çok önemli. Oo açık oldu beni. Yoruldum az. Yo yemeği yemirəm. Her şeker buraya zaten çay içer. Gideceğim İlseleriye gideceğim. Çaktırılmam var. Şişelerdeyim yine. Sabah da seni eğlence merkezine apararam. Değme ya da kardeşimi de götüreceğim olsa. Kardeşimi de götüreceğim. Bir yerde apararam sizi. Sabah. Bugün yok. Bugün ben özüme baktırıram. Sabah. Bugün yok. Ne koymuşsun? Ama şeyi var. Neyi?
Az onun bir iki dənəsini qoy, apar yarsın. Hamısını gətirməm mən otağıma. Neyinirəm? Nərmiş, telefonum səndə. Yok. Gel bunu da. Sen şu toplandı. Apararsan sonra. Telefonum səndə deyil. Yok. Yok. Deyir də yok. Ne olacak ya? Bağlayayım kapı. Bağlamak istersen bağla yine. Açık koyursan koy yine. Yaxşı ama uşaqlar, siz nə dərsiniz? Neyinirsiniz? Yoruldum az. Saat 1'de, 12'de. Küçük şey diye yaparım size. Evləri silirdin, evləri sonra silərəm. Evləri dünənləri silmişəm axşam. Burası uşaqlar pis günə qoymuşdular, süpürdüm. Sənə baxa-baxa dolma. Ay sənə qurban olum ha mən. Sənə birinci tort alacağım dostum. Qəşəng yeyərik. Evə də alacağım, sənə də alacağım. Sizi güneş ləkəsindən məsləhət görürsünüz. Xırdalanda qalırsınızsa sizə güneş ləkəsinə bir dənə mənə hədiyyə şey veriblər, verim sənə. Xırdalanda qalırsansa gəl Disney'in yanına verim sənə. Can, öpürəm sizi. Mənə onu hədiyyə göndəriblər. Burada qalırsansa Allah qapısını açsın. Yasamalda qalır. Ne bilim, Xırdalan tərəfə sabah keçə bilərsinizsə, sabah saat 2 üçün gəlin. Burada verim sizə, yapar. Yasamala mən Yasamal tərəfdə olmuram. Bir də birazdan 28'də olacağım. 28 tərəfdə, metro tərəfdə, ekstra brend tərəfdə. Aa, onu da verim də sənə. De. Azlar qoydu. De. Bunu mənə hədiyyə eləyiblər. Təp təzədir. 2020'si yadıma sal, gətirim sənə. De, qoydum qırağa. Güneş ləkələri içində. Elə gözəldi, elə gözəldi. Mənə veriblər. Qoyuram. Hara getdin ki? Saçımız adımı da aramısan. Yemək yemirsən. Acacan necə gedirsən? Hə, yaxşı. Oğlanlarla oynama ya. Özündən yaşca balaca oğlandan hə. Bloka da girmə. Olsa hər yerdə kamera var. Mən də baxıram. Nə bloku? Blokda oynama da, yəni yuxarı mərtəbələrə çıxma, blokda oynama. Yəni. Amma hava çox isti olanda bloka gelir. Rəhimə. Bizim bloka. Rəhimə. Mama sərin dilir. Mənə maraqlı deyil. Mama mərtəbəyə qalmır. Birinci mərtəbədə lazım dördə deyirəm sən. Bloka girib oynama. Birinci mərtəbə. Mama git çay. Kuza bax. Da verdi də nənə çay mənə. Da bir dənə yeyeyim mən. Basta yanında bitti. Bir dənə get saxla da. Mən burada şey deyirəm. Nə olar ölüm qabağımda. Bilirsən ki sənin anan xəstə şeydir. Mən indidən onlara öyrədirəm ki, mən... Ha, ged oyna, yerim. Ya ne yapayım? Evdən azraz xod elə. O əlindəki nədir? Əlindəki nədir? Nə? Şimşka ve Hə, çox evdən bazarlıq eləyib cəmaatın uşaqlarını idizdirmə. Bir dəfə də onlar gətirsin. Heç vaxt özünü lox yerinə qoyma, mama qurban. Deyirəm də sənə, yəni. Qapını çırpma, atın alıb qoymayıb. Xəstədir. Ne deyirəm, hamısı tərsinə eləyir. Uşaqlar bir dənə yanımını qoyun.
Ben tarafa geçme. Bilmiyorum ki bu. Asker değil mi de ben tarafına geçme. Ay Allah. Göbeli. Akşam ne bileyim akşam gelse eve. Soğancıyla pomidorla biraz elə de. Biraz kurut. Neyi gözümdeki neyi? Ne bu? Arzu bu taxtanın kipriklə heç yaxşı deyil, axı yaraşmır. Aa, niyə? Qəşəkdir. Vallahi. Allah qəşəkdir. Hara koydum qayçını? Qayçını hə, burada.
Yaxşı. Bitti ablacılarım. Telefonum ana.